Salam olsun herkese. Yeni mənzilimiz. Millimetreye start verdim, bunu deyim. Yeni mənzildə. Divarın qalınlığına baxın, maşallah. Məndən qabaq mənzil mayıqdan çıxıb. Sadəcə mayıqdan çıxıb. Mərkəzi kod deyilən şey yoxdur. Mərkəzi kodda nəyə lazımdır desəz, bu isə mətbəxdir, qeyşəkilli. Polu, istipol keramik olacaq. Məlum məsələdir, pol ələtçər üstüyə məxsusdur, istipol yəni. Keramik də rahim üstüyə məxsusdur, inşallah onlar işləyəcək. Bir komand olaraq, yəni yenə də bu işə start verdik. 8 santı diagonalında fərq var. 8 santdakı bilənlər bilir ki, çox yaxşı nəticə deyil, çox pis bir nəticədir ki, hər hansı bir usta mətbəx olan hissəni mayaq atıb, orada 8 santı səhv edibsə, o yaxşı nəticə deyil. Sonra desəz ki, başqa nəyə lazım mərkəzi kod? Pollar ki, işlənəndə, otaqlarda keçid eləyəndə, o 100% mərkəzi kod lazımdır ki, otaqlar, ustalar deməyim, pis işləməyim, otaqları diagonala salıblar, mərkəzi kod deyilən şey yoxdur. Çəpliklər naxadı bilinir, elə bilir ki, sən düz girirsən, sən fark edin, belə çəp gedir. Və sən düz baxsan, parçadan çəp. Mərkəzi kod deyilən şey odur ki, hamısı millimetrlə düzdür. Və müştərini də ikinci dəfə xərcə salmayan işdir mərkəzi kod. Ona görə də müştərilərinizə izah eləyin. Siz hər hansısa bir müştəriyə desəz ki, mərkəzi koda yığılsa iş daha gözəl, daha idealdır. Misal üçün, 100 kvadratlı evdə sənin maksimum 50 dənə şpoplyovkan gedəcək. O deyir 200-250 mala qoy olsun 300 mala. Heç bir müştəri yüz minlərlə günü bugün Bakıda mənzilin qiymətidir. Yüz minlərlə pul verib ev alan insan, hər hansı bir şəxs heç vaxt o 200-300 manatın xəsisliyin eləməz. Mənim qarşıma çıxanlar eləməyib. Sizin qarşınıza çıxanlar eləyibsə də, siz fikrinizi müştəriyə düzgün izah etmədiyiniz üçün olub. Ona görə də işi elə işləyək ki, bir dəfə işləyək. Bizim üstümüzdən hər hansısa usta gəlib, bu gözəllikdə mayakın üstündən mərkəzi kod yoxdur deyib, təzdən mayak atmasın. Bəziləri bilirəm ki, yazacaq ki, ustalar o da ki, mərkəzi kod nəyə lazım? Jiguli'də